Gecə yatanda bu iki qaydaya mütləq əməl edin. Əgər bu iki qaydaya əməl etməsəz, bu sizdə yaddaş azalması ilə özün göstərən degenerativ xəstəliklərin yaranması riskini artıracaq. Birincisi, yerinizə girib uzanandan sonra mobil telefonda, sosial şəbəkələrdə video izləməyin və yaxud da mobil telefonla vaxt keçirməyin. Çünki o mobil telefonun ekranının yansıtdığı mavi şüa bizim beynimizin yatmaq üçün sintez etdiyi melatonin hormonunu bloklayır və biz lazım olan yuxunu lazımi keyfiyyətdə və lazım qədər ala bilmirik. İkincisi, yatmamışdan əvvəl neqativ xəbərlərə baxmayın, pis xəbərlərə qulaq asmayın. Çünki aldığımız pis xəbər bizdə emosiyalarımızın nəzarətdən çıxmağına gətirib çıxardır və qanda kortizol səviyyəsini yüksəldir. Nəticədə beyin funksionallığı pozulur. Ona görə də yatmamışdan əvvəl, yerə girəndən ən azı 1 saat əvvəl mobil telefonu qoy qırağa, televizoru, kompüteri söndür. Əgər bütün bunları etməyinə baxmayaraq heç cürə yata bilmirsənsə, mənim sənə bir əczaçı kimi tövsiyəm Melotasan damladır. Çünki bu Melotasan damla axşam yatmamışdan əvvəl istər dilivin altına, istər dilivin üstünə 3-4 damcı damızdırıb içməyin kifayətdir ki, bizim beynimizin yatmaq üçün ehtiyac duyduğu melatonin hormonunu versin və bizi anında yuxuya aparsın. Ən üstün cəhəti onun məhz damla halında olmasıdır. Asıllıq yaratmır, tez təsir göstərir, asan istifadə olunur. Ölkənin bütün apteklərində əlçatan olmasa da əczaçılarımızdan xahiş edin, Melotasan damlanı sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün ekrandakı ürəyi qızardın, profilin üzərindəki plus işarəsinə toxunun və məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Balabanla hər zaman sağlam qalsın.